Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən FES Akademinin Azərbaycan dil müəllimi Aytaç Həsənova. Bugün sizinlə birlikdə ödənişsiz sınağımızın izahına baxırıq. İzaha keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim ödənişsiz dərslərimizdən, video izahlarımızdan xəbərdar olmaq istəyirsinizsə, 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. Birinci sualımızda deyilir ki, tərkibində iki leksik şəkilçi olan sözü müəyyən edin. Gəlin əvvəlcə bütün sözləri kökə və şəkilçiyə ayıraq görək. Hansı sözün tərkibində iki leksik şəkilçi var? Yaralanır sözünün kökü yarmaq. Yarmaqdan yara. Lan şəkilçisini dedik, əgər biz harda gördüksə, o zaman bunu iki cür götürə bilərik. Ya iki dənə leksik və yaxud da ki, bir dənə bütövlükdə leksik. Bəs bunu necə ayırd edirdik? Ortadan bölürdük. Maq-mək artırırıq. Əgər maq-mək artıra biliriksə ortasını, deməli iki dənə götürməliyik. Əgər yox, maq-mək artıra bilməyəcəksə elə bütövlükdə bir dənə şəkilçi kimi götürəcəyik. Baxaq, ayırdıq, maq-mək artırırıq. Yaralamaq. Yaralamaq sözü varmı? Təbii ki var. Deməli burada olacaq la bir leksik, yaralanmaq da ikinci leksik. Ir, ür. İndiki zaman şəkilçisi olduğu üçün qrammatik olacaq. Baxırıq, burada neçə leksik şəkilçi var? 3 leksik şəkilçi. A variantı ola bilməz. C variantı evdəki, ev sözün kökü, dakidəki ayrılmayan leksik şəkilçi olacaq. Yəni burada bir leksik şəkilçi var. Əkinçilik sözündə əkmək, əkməkdən əkin, əkinçi, əkinçilik. Burada da yenə 3 leksik şəkilçi var. Cavab olur B variantı. Çünki salamlaşdıq sözündə salam sözün kökü, laş şəkilçisi də eləcə lan şəkilçisində olduğu kimi ortadan böləcəyik, maq-mək artıracağıq. Salamlamaq, salamlaşmaq. Dıq şəkilçisini harda gördüksə, iki qrammatik şəkilçiyə ayırırıq. Çünki d, keçmiş zaman şəkilçisi, q isə olacaq şəxs sonluğu. Demək ki, cavabımız B variantı olur. Hansı söz amonimdir? Göz, baş, ayaq. Bunların hamısı məcazi mənada işlənə bildiyi üçün çox mənalıdır. Biz demişik ki, amonimlərdə qəti şəkildə məcaziliyə yol verilə bilməz. Yalnız və yalnız həqiqi məna olmalıdır. Cavab olacaq ki, bal sözü yediyimiz qida arının balı mənasında işlənə bilər, imtahanda aldığımız bal mənasında işlənə bilər və yaxud da ki, rəqs gecəsi kimi işlənə bilər. Deməli, cavabımız C. Çünki bal sözünün bütün mənaları həqiqi olacaq. Hansı sözün həm yazılışı, həm tələffüsü doğrudur? Baxaq, A variantında corab sözünün yazılışı səhvdir. Çünki yazılış olaraq B-la yazılmalıdır. Tələffüsdə səhvdir, tələffüsdə isə P olmalıdır. Tüfəng sözü də eyni şəkildə yazılışda G olmalıdır. Tələffüsü doğrudur. Amma bizə həm yazılış, həm tələffüs olduğu üçün B variantı da ola bilməz. Gənclər C-la yazılmalıdır. Tələffüsü isə əksinə Ç-la olmalıdır. Bu hansı qaydadır? B, C, D, G ilə bitən sözlərdə tələffüsdə nə baş verir? Əgər təklikdədirsə, o zaman öz qarşılıqlarına keçəcək. Amma yazılışda isə olduğu kimi qalmalıdır. Yəni B, C, D, G ilə qalmalıdır. Cavab olacaq D variantı. Dostluq sözünün yazılışı da, tələffüsü də doğrudur. Tələffüs zamanı T düşür. Luq şəkilçisi də ki, duq kimi tələffüs olunacaq. Deməli, burada doğru yazılıbdır. Keçirik dördüncüyə. Hansı cümlədə frazeoloji birləşmə işlənməmişdir? Burada diqqətli olmaq lazımdır. Çünki bəzi şagirdlər işlənmişdir, işlənməmişdir. Burada diqqət eləmir və cavabı səhv götürür. Uşaqlar müəllimə diqqətlə qulaq asırdılar. Burada frazeoloji birləşmə var. Eşitdiklərindən sonra ürəyinə xal düşdü. Ürəyinə xal düşmək, yəni nədənsə şübhələnmək olacaq deməli. Frazeoloji birləşmə. Nailə sevincindən qanad açıb uçurdu. Sevincindən qanad açıb uçmaq, bu da olacaq frazeoloji birləşmə. Çünki hər biri məcazi mənalı sabit söz birləşmələridir. C variantında isə soyuqdan burnunun ucu göynüyürdü. Baxın, burnunun ucunun göynəməsi əgər darıxmaq mənasında verilərdisə, o zaman biz onu frazeoloji birləşmə götürərdik. Amma burada nə verilib? Soyuqdan göynüyürdü burnunun ucu. Doğrudan da biz soyuq olanda burnumuzun ucunun göynəməyi həqiqidir. Ona görə həqiqi məna olduğu üçün bu frazeoloji birləşmə sayılmayacaq. Cavab C. 5-ci sual. Birini mürəkkəb sifət kimi götürmək olmaz. Baxaq, burada cavabımız olacaq büsbütün. Çünki növbənöv, rəngbərəng və cürbəcür bu sözlərdən sonra isim gəldiyi üçün, isim işlədə bildiyimiz üçün bunlar mürəkkəb sifət olacaq. İki sözün birləşməsindən olduğu üçün. Bəs B variantı niyə olmur? Çünki B variantı zərfdir. Büsbütün sözü sifət kimi işlənə bilməz. 6-cı sual. Cümlələrin birində qeyri-müəyyən təsirli halda olan söz işlənib. Baxaq,
Dünən şəhərdən özünə kitabı aldı. Nəyi aldı? Kitabı aldı. Kitab aldı. Ümumiyyətlə bu söz biz ismin hallarını fərqləndirmək üçün burada qeyri-müəyyən olan nələr var idi? Yiyəlik var idi, təsirlik var idi və buna oxşayan adlıq var idi. Adlıq qeyri-müəyyən olmur, sadəcə bunların da şəkilçisi olmur. Adlığın da şəkilçisi olmur. Ona görə də bir-birlərinə çox bənzəyirlər. Bunları necə fərqləndirirdik? Əgər biz şəkilçisi olmayan bir isim görürdüksə, ona təsirli hal şəkilçisi bərpa edə bilərik və yaxud da ki, yiyəli hal şəkilçisi bərpa edə bilərik. Əgər bunlardan hansısa birini bərpa ediriksə, demək ki, burada qeyri-müəyyənlik var. Yox, bərpa edə bilmiriksə, o zaman adlı hal götürəcəyik. Baxın, burada həm də təsirli halı bərpa etməyin bir yolu da budur ki, kitab sözünü feilin yanından götürürük. Kitabı dünən şəhərdən özünə aldı. Demək ki, baxın, kitab sözünün yerini dəyişdikdə avtomatik olaraq ora nə şəkilçisi gəlir? O şəkilçisi, yəni təsirli hal şəkilçisi. Demək ki, burada kitab sözünü biz təsirli haldan götürməliyik. Nihat gizlicə gələnləri saydı. Burada gələnləri olacaq müəyyən təsirli hal. Kitabı yerinə yığanda əlindəki yerə düşdü. Baxın, burada təsirli hal var, amma qeyri-müəyyən təsirli hal yoxdur. Burada şəkilçini görürüksə, bunu müəyyən götürməliyik. Qəfildən qorxub əlini geri çəkdi. Yenə də əlini. Burada müəyyən təsirli hal var. 7-ci sual. Cümlələrin birində o əvəzliyindən sonra vergül işlənə də bilər, işlənməyə də bilər. Ümumiyyətlə, o-dan sonra vergülün işlənməsində nə demişdik? Demişdik ki, o cümlədə mütləq mübtəda olmalıdır. Yəni ki, kim və yaxud da nə sualına cavab verməlidir. Təkcə bu bəs deyil. Özündən sonra gələn sözə də diqqət etməliyik. Əgər özündən sonra isim, sifət, zərf, say, fiili sifət, modal söz, xitab, bu tipli sözlər gələrsə vergül qoyuruq. Yox, əgər özündən sonra feili bağlama və yaxud da ki, digər köməkçi nitq hissələri, elə əvəzliyin özü, bunlar gələrdisə vergül qoymayacaqdıq. Və hansı sualına cavab verirsə, o zaman qəti şəkildə vergül qoyula bilməz. Baxaq, o qızı tanımıram. Hansı qızı? Baxın, hansı sualına cavab verir? Demək ki, burada vergül işlənməz. Görək kim sualına cavab verə bilərmi? Kim qızı tanımıram? Xeyr, kim sualına cavab verə bilməz. Deməli, burada heç bir halda mübtəda olmur. Mübtəda olmursa vergül də olmayacaq. C variantı. O bizim bina ilə üzbəyüz dayanmışdı. Kim? O. Kim sualına cavab verdi? Deməli, birinci şərtimizə uyğun gəldi, vergül qoyula bilər. Gəlin ikinci şərtimizdə yoxlayaq. Mütləq ikincini də yoxlayın. Özündən sonra nə gəlib? Əvəzlik. Bayaq dedik ki, əgər özündən sonra əvəzlik gəlirsə, istəyir kim sualına cavab versin, istəyir nə sualına cavab versin, fərqi yoxdur. Əvəzlik varsa vergül olmasın. O gecə hamının yaddaşına zəfər tarixi kimi yazıldı. Hansı gecə? O gecə. O hansı sualına cavab verir deyə vergül olmaz. Görək kim sualına cavab verə bilərmi? Kim gecə? Olmaz. Qalır cavab B variantı. Görək B variantında biz hansı vəziyyətdə vergül qoya bilərik, hansı vəziyyətdə qoya bilmərik. Baxın. O şəhərdə yaşayır. Sual verirəm. Kim şəhərdə yaşayır? Mübtəda adımı? Bəli. Gəlin ikinci şərtimizdə yoxlayaq. Özündən sonra şəhər, yəni isim gəlib. İsim gəlibsə vergül ola bilərmi? Bəli, ola bilər. Deməli, o şəhərdə yaşayır. Bu formada olsa vergül qoyulacaq. Bəs görək hansı formada vergül qoyulmayacaq? O şəhərdə yaşayır. Hansı şəhərdə yaşayır? Bu formada olanda isə vergül qoymuruq. Demək ki, bu cümləni iki cür düşünə bilərik. Həm vergül qoya bilərik, həm də vergül qoymaya bilərik. Əvəzliklə başlayıb, zərflə bitən cümlə. Baxaq, əvəzliklərimiz növləri müxtəlif idi. Şəxs əvəzliyi ola bilər, işarə əvəzliyi və yaxud da ki, sual əvəzliyi. Zərflə bitən. Baxaq, başlayır yalan sözü ilə qızardar. Yalan isimdir. Qızardar feildir. Olmaz. Mən əvəzlikdir. Tanımaq hərəkətdir. Olmaz. Biz əvəzlikdir. İrəli zərfdir. Deməli cavabımız C variantı olacaq. İrəli yer zərfidir. Aşağı zərfdir. Biz əvəzlikdir. Baxın, burada əksinədir. Deməli, zərflə başlayır, əvəzliklə bitir. Bizdə isə əvəzliklə başlayıb, zərflə bitməlidir. Ona görə də cavabı C variantı götürəcəyik. 9. Verilən cümlə haqqında hansı fikir səhvdir? Bu təzə meyvələrdən bizə də yığ. Cümlədə iki sifət işlənib. Gəlin sifətə baxaq. Təzə.
cəmi bir sifətimiz var. Burada bu sözü hansı sualına cavab versə də, bu meyvələrdən, hansı meyvələrdən. Amma biz elə hansı sualına cavab verən bütün sözlər sifət götürürdükmü? Xeyr, bu sifətin yerində işlənən əvəzlikdir. Ona görə sifətin sualına cavab verir. Deməli, birinci səhvdir. Elə birincini götürəcəyik. Feil indiki, daha doğrusu feil ikinci şəxsin təkidir. Yığ, sən yığ. Bəli, sən ikinci şəxsin təkidir. Doğrudur. Yönlük halda olan isim işlənib. Görək, yönlük. Yönlük halı biz bizə sözündə görürük. Bizə isim yox, əvəzlikdir. Səhvdir. Üçü də götürəcəyik. Əgər desəydi ki, yönlük halda olan söz, o zaman doğru olardı. Amma konkret olaraq isim dediyi üçün bu səhv fikir sayılacaq. Sifət əşyanın dadını bildirir. Bəli, yox, bu səhvdir. Bu da səhvdir. Dad bildirmir. Baxın, təzə meyvə. Demək ki, biz burada 3 dənə variant götürməliyik. Təzə meyvə, təzə onun dadını bildirmir. Əgər dadlı olsaydı, şirin olsaydı və s. o zaman dad bildirərdi. Gəlin bunu təzə yox, şirin yazaq. Aha. O zaman bəli, doğru olacaq. Şirin meyvə dad bildirir. Bunu götürməyəcəyik. Cümlədə köməkçi nitq hissəsi işlənib. Bəli, dadə olacaq. Bağlayıcı. Bu da doğru fikirdir. Görək. Səhv olanlar 1, 3A variantıdır. Burada əgər təzə sözü olsaydı, o zaman biz 1, 3, 4 götürəcəkdik. Təzə sözünü şirinlə əvəz elədik deyə 1, 3 olacaq cavabımız. Hansı şəkilçini daş isminə artırsaq, eyni köklü sözlər yaranmaz. Baxın, daş sözü bir feil ola bilir, bir isim ola bilir. Bizdən konkret olaraq isim istəyir. Daş, qaya mənasında isim. Baxaq, daşlı, daşsız, daşlıq. Bunların hamısının kökü daş ismidir. Amma daşqın desək, burada daşqın sözünün kökü daşmaq feilidir. Biz də demişik ki, eyni köklü olması üçün mütləq kökləri eyni nitq hissəsində olmalıdır. Deməli, daşlı, daşsız, daşlıq eyni köklü olacaq. Çünki hamısının kökü isim olur. Amma daşqın sözünün kökü feil olduğu üçün eyni köklü söz sayılmaz. Bu qədər. Əgər izah sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı, fikirlərinizi rəy bilməsində bizimlə bölüşməyi unutmayın. Bugünlük bu qədər. Gələn videolarda görüşənə qədər. Hələlik.